Salam dəyərli şagirdlərimizin müəllimləri və əziz valideynlər. Hər vaxtınız xeyir olsun. Mən Fidan İskəndərova. Bu gün sizlərlə bölüşəcəm monitoring mini sınağın ikinci hissəsini. Bəli, artıq bilənlər bilir, bilməyənlər üçün bildirim ki, bizim akademiyamızda məhz yalnız ödənişsiz formatda monitoring üzrə dəstəklər mövcuddur. Bu dəstək necə olur? Həm 10 suallıq mini sınaqlar, eyni zamanda 30 suallıq bizə lazım olan keçirilən hissənin hər birinə aid olan sual tipləri göndərilmiş olur. Artıq bu izahla birlikdə 2 mini sınaq paylaşılıb, 3 ədəd də ümumi sınaq. Onların hər birini əldə etmək üçün 077 752 28 93 nömrəsinə yaza bilərsiniz. Bundan da əlavə onu bildirim ki, bizim sınaqlar həm PDF formatında, eyni zamanda da saytda işləməklə siz belə deyək də şagirdləri həm saytla, həm də PDF-lə təmin edə bilərsiniz. Hansı formada öyrəniniz istəyirsə, bu nömrəyə yazaraq menecerdən həmin sınaqları istəyə bilərsiniz. Başladıq. Qoşa samitlə bitən tək hecalı söz hansıdır? Əlbəttə ki, qoşa samit deyirsə, mən qoşa saitləri və yaxud da tək samiti götürə bilmərəm. Cavabımız A variantı olardı. Desəydi qoşa saitlər, o zaman başqa varianta baxardıq. Ümumiyyətlə samitlər qoşa da ola bilər, qoşa olmaya da bilər. Məsələn, D variantında qoşa gəlməyib, bir dənə R gəlib. Amma A variantında samitlər qoşa gəlib. Rəy bölməsinə kimin ürəyi istəyirsə, bir dənə də müxtəlif cinsli qoşa samitə aid bir nümunə yazar. Bu əslində eyni cinsli qoşa samitdir də N, eyni cinsdən olan qoşa samitlərdir. Siz isə rəy bölməsinə müxtəlif cinsə aid olan qoşa samit yazın. Sual 2. Hansı cümlədə fərqləndirilmiş söz səhv yazılmışdır? Cavabımız olacaq burada nə? C variantı. Səbəb. Sir sözü razıyam. Əslində belə yazılmalıdır. İndi dəyərli şagird, sən düşün. Bu sözdə onsuz da 2 dənə samit var. Bununla belə sən də 3-cü samiti qoşmaq istəyirsən. Gör dilinə necə çətin gələcək bunu ifadə eləmək. Sirlər olmaz axı. Deməli, bu səbəbdən dilimizdə bunu səsləndirmək çətinləşir deyə deyirlər ki, elə eybi yox. Bu tip söz tək yazılanda belə yazılsın. Amma mən bu sözə, məsələn, lar artırsam, day 2 dənə r-nı dalbadal yazma. Həm də görüntü cəhətdən gör nə pis görünür. Bax, sirlər olmaz. Ona görə bu əslində bir r-la yazılmalıydı. Fənnin, həddə, haqsız, bunlar hər biri düz yazılıb. Bəs A-la B-də niyə düşməyib ay müəllim samitin biri? Çünki bunlara biz saitlə başlayan nəsə artırmışıq da, o səbəbdən da düşməyə ehtiyac yoxdur. Amma mən fən sözünə yenə də samitlə başlayan nəsə artırsaydım, 3 dənə samit məni yorardı deyə mən samitin birini sildim. Oldu, bax bu formada, fənlər formasında. Hansı sözlər oxşar səslənir, amma mənasına görə fərqlənir? Bəli, elə bilirəm ki, bu da mətindir, elə bilirəm. Amma sən demə, biri mətindir, biri də var mətin. Dəyərli şagirdlərimiz, dəyərli müəllim və valideynlərimiz, mətin sözü dözümlü deməkdir. Mətin sözü də bilirsiniz nə deməkdir? Məsələn, dəvəquşu mətni, timsah mətni, yəni sənin o nağıl kimi, hekayə kimi oxuduqların var ha, odur mətin. Amma mətin, məsələn, insana da mətin adını qoyurlar da, sarsılmaz deməkdir. Məsələn, mənim qardaşımın adı Mətindir, yəqin eşitmişsiniz də insan adı. O mətin adlı insanın adının mənası sarsılmaz, dözümlü, mətanətli deməkdir. Bunlar amma digər variantlarda əslində heç biri doğru deyil. Yəni B variantı səhvdir, C səhvdir, D səhvdir. Yəni
Hökm sözü var, hökm sözü yoxdur. Zülm sözü var, zülm sözü yoxdur. Yəni bu formada yadda saxla. Hökmdar sözü var, hökmdar sözü yoxdur. Cavabımız A variantıdır. Hansı cümlədə fərqləndirilmiş söz düzgün yazılıb? Cavabımız olacaq A variantı. Bax, meyus. Meyus nədir? Meyus nədir? Olmaz. Məyyus da olmaz. Yəni qoşa yığla yazılmır. Kimsə məni məyus etdi deyəndə qısa və konkret bu formada yazmalıyıq. Məyus üzmək, üzüntü mənasındadır. Baxın, gələk bu mətnə. Bilik yarışması. Məktəbdə bilik yarışması keçirilirdi. Ramin komandanın üzvü idi. Final günü Nahid komandada iştirak edə bilmədi. Əli müəllim Raminə komandanın kapitanı olmağı təklif etdi. Ramin həyəcanına baxmayaraq sualın cavabını düzgün verdi. Komanda qalib oldu və Ramin çox xoşbəxt hiss etdi. Komanda qalibi olduqda Ramin necə hiss etdi? Komanda qalib olanda Ramin necə hisslə biruzə verdi o hissin? Əlbəttə ki, xoşbəxt oldu. Bax, xoşbəxt hiss etdi özünü. Yarışmada Raminin rolu nə idi? Komanda kapitanı idi da, bax. Ramin komandanın kapitanı olmalı idi. Gələk növbəti mətnə. Köhnə kitab. Məktəbin kitabxanasında çox köhnə bir kitab vardı. Heç kim ona yaxınlaşmırdı, çünki səhifələri saralmışdı. Bir gün Aysu kitabı götürüb oxumağa başladı. O, kitabdakı hekayələrin düşündüyündən daha maraqlı olduğunu gördü. Məhz bu kitab sayəsində Aysu oxumağa yeni həvəs duydu və kitabxanaya daha tez-tez gəlməyə başladı. Aysunun oxumağa həvəsi nəyə görə artdı? Çünki köhnə kitabın içindəki yazılar ona maraqlı gəldi. Bax bu hissədə. Hekayələr düşündüyündən daha maraqlı gəldi. Ona görə cavabımız B variantıdır. Bax, dəyərli şagirdlər, bu tipli mətnlər həyatla da əlaqədardır. Məsələn, birinin geyimi cırıq ola bilər, birinin geyimi tör-töküntülü ola bilər. O demək deyil ki, o insan ağıllı insan deyil, yaxşı insan deyil. Sən hər kəsə şans tanımalısan. O insana yaxınlaşıb, onu dərindən tanısan, bəlkə də bir neçə səliqəli geyinən dostlardan daha çox sənə xoş olan bir sirdaş olacaq həmin insana. O səbəbdən də insanlara, bir kitaba, səliqəsinə görə önəm vermə. Hansısa şagirdin dəftəri daha qəşəng mənzərəli, daha qəşəng görüntülü, daha bahalı dəftər ola bilər. Amma elə bir şagird də ola bilər ki, o dəftərə o qədər pul vermək istəmir, amma onun dəftərinin içərisində daha qəşəng faydalı məlumatlar ola bilər. Ona görə də bir insana, bir şagirdə, bir valideynə onların geyiminə görə, onların səliqəsinə görə, onların imkanına görə hörmət eləmək olmaz. Aysu da kimsənin yaxınlaşmadığı köhnə sayılan kitaba, yaxınlaşılmayan kitaba yaxınlaşdı. Dedi, nə gözəl, düşündüyümdən daha maraqlıymış. Cavabımız bu səbəbdən B variantıdır. Kitabxanadakı köhnə kitab əvvəlcə niyə heç kəs tərəfindən seçilmirdi? Çünki o saralmışdı və köhnə görkəmdə idi. Kiçik köməyə baxaq. Başqa mətndir. Səid dərsdən sonra həyətə düşərkən bir qocanın çantasının ağır olduğunu gördü. O, tərəddüd etmədən yaxınlaşıb kömək təklif etdi. Qoca Səidin bu davranışından çox təsirləndi və ona təşəkkür etdi. Səid isə etdiyi köməyə görə özünü daha yaxşı və faydalı hiss etdi. Qoca niyə Səidə təşəkkür edib? Çünki çantanı daşımışdı Səid. O səbəbdən bax, ağır olduğunu gördü, tərəddüd etmədən, düşünmədən, qorxmadan yaxınlaşdı və onun, yəni qocanın çantasına köməklik etdi. Cavab B variantı. Fərqləndirilmiş sözün mənası nədir? Tərəddüd etmədən, yəni şübhələnmədən. Mən tərəddüd etmədən hə cavabı deyirəm. Şübhələnmədən hə cavabı deyə bilərəm. Dəyərli şagirdlər, bir daha deyirəm, bu tip suallar, baxın, həm mətnlər var, həm qrammatika sualları var, yəni qayda qanun sualları var.
Bu tip mətnləri, bu tip sualları əldə etmək üçün 077 752 28 93 nömrəsinə yaza bilərsiniz. Ümumiyyətlə həm WhatsApp qrupumuz var, həm WhatsApp kanalımız var. Eyni zamanda bizim belə deyək də, əlavə nə qədər sınaq istəyirsinizsə, hər birini sizə menecerimiz yönəltmiş olacaq. Yetər ki, siz yazın. Hal-hazırda dəstək xarakterli ödənişli qrupları açmırıq. İndi bu dəqiqə, yəni kim ki yazır ki, ödənişli qruplar hal-hazırda yoxdur. O səbəbdən də mütləq ödənişsiz yararlanmaq üçün, bu sualları əldə etmək üçün həmin menecer nömrəsinə yaza bilərsiniz. Sağ olun. Növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.